Salam və vaxtınız xeyir olsun. Yeni bir videomuzla qarşınızdayıq. Qonağımız, podkastımızın qonağı Çingiz Hacıyev. Bir ildir Vroslavda yaşayıram. Mən ilk dəfə Vroslavı gəzməyi istədim. Çünki Çingiz yol adamıdır da, həqiqətən gəzləsi adamdır. Çingiz mənə Vroslavı gəzdirəcək. Baxmayaraq ki, mən burada yaşayıram, amma o gəzdirəcək. Bir dənə birinci sual. Vroslav ya Budapeşt? Budapeşt'i dəyişmərəm. Torpağımızda. Bu nə sözdür qardaşım? İndi Çingizi ilk aparacağım yer Vroslavın ən tarixi yeri olan Rınek kebabdır. Gedirik dönər yeməyə. Buralar Rınek kebab. Poşan milli yemeği. Poşan milli yeməyə. Smaçnego. Bəyəndin? 10 üzerinden 9-5. 5 bal niyə? 0.5-i niyə kəsirsən? Bir dənə onun izahını ver, xahiş edirəm. Yaxşı oldu. Veririz. Hətta onu da vermə, o yadırsan. Deməli, Çingizi gətirmişəm universitetimə. Universitetim gözəl yerdədir. Vroslav Universiteti, hə. Universitetin 30 dənə korpusu var. Mən bu korpusda oxumuram. Burada bu aradan da polyaxlar oxuyur. Polşalılar. Bilmirəm. Məncə oxuyan tələbə çox az burada. Ya da PhD-lər zatlar oxuyur burada. Çünki ən tarixi binası burada. 300 illik tarixi var bu arada. İndi universitetin muzeyinə giririk. Gördüyünüz universitetin fəxri məzunlarıdır. Jan Evangelist Türkiyənin anatomist, fiziologist. Bu alimə görə məncə çox yaşayıb. Bir alimə görə. Vallahi hamısı 30-40 yaşayıb, bu çox yaşayıb. Universitet belə olubmuş o vaxtı. Belə. Bu nə üstündədir, belə skrin kimi gedir. Əl bassaq, deyə yüz dəyişir. Maraqlıdır. Sizin universitetdə belə şey var? Bizim üniversitede müzeyi var ama İndi isə metafizika bölümünə giririk. Çingiz bəy, buyurun. Sən nə oxuyurdun Çingiz? O, yuxarı aşağı. Deməli, Nobel bizim universitetin məzunu olub. Alfred Nobel əsərlərini verib bizim universitetə. Həqiqətən fəxr elədim universitetindən. Genəlində daha yaxşı oxuyacam. Yox, məncə bunu çıxarmaz. Rəsm əsərləri. Bu metafizikaya nə dəxlisi var? Bioloji. Bu biologiya da. Fizika, biyologiya alakalı ki. Yox. Fizikadır da, yəni bir fizika, biri. Bunun biologiya ona nə dəxlisi var? Bu ot biçən maşının şey deyil ki. Yoxsa odur? Ot biçən maşının arxitekturası da bu. Şamaxıda bundan var. Rəsədxanadan fırladıblar, hə? Ay dedəm. Bu İlbizin daxili orqanları. Düz tapdım amma. Dziękuję bardzo. Dziękuję. Dobry dzień. Tyle chwalę zbierałem. Aha. Dziękuję, co są odmedy. Aha. Dzień dobry, dobry dzień. Dobry dzień. Dobry dzień. Dobry dzień, dzień dobry. Biri sağ oldu, biri salamdı. Amma hala ayrı bilməmişəm onun hansıdır. Ha. İnşallah gələn yolda. Smacznego. Smacznego dedi. Nuş olsun. Nuş olsun. Na zdrowie. Na zdrowie. Sağlam ol deməkdir, həm də sağlıqla deməkdir. Keçəndə Na zdrowie. na zdrowie. Tak, sağ olun. Nazywam się Çingiz, denəm. Nazywam się Çingiz. Nazywam się Çingiz. Qəşəng, öyrənirsən. Mən bunları bir ildə öyrənmişəm. Sən bir saatda öyrəndin. Kopernik. Bax, imini buradayam. Kafenin altında. Bu universitetin qəbul tutulur. Evet. Bu fakirdə olmayacaq. Bu arada Kopernik buraxdı məzunu. Kopernik ne? Ya da değil. Öpüşürəm. Kopernik. O da özüdür. Axırıncı bölümdəyik. Axırıncı bölüm zirvədir. Buradan bütün şəhərin terrasından görürsən. Çingizin fikirlərini yenə alacağıq. Bizim səmimi qonağımız. İndi girək efirə. İndi buradan Çingizə bütün Vroslavı tanış eləyəcəm. Baxın mən o universitet, bir korpusun o binadadır. Universitetin bir korpusu, hə. Dərslərimin bir hissəsi var o binadadır. O Novostroyka bir xətlə ucalan. O Sky Tower'dır. Ən məşhur yerlərdən biridir. Bax biz o gülləyə gedəcəyik indi. Təpəyə bir də oradan baxırıq.
Bura mənim universitetimdir. Bax, o kilsəyə gedəcəyik, o iki qardaş kilsə demişdim məsələn yan-yana. Biri odur, mən harda qalıram. Mənim qaldığım yer görünmür, amma o qəhvəyi bina var, o qəhvəyi bina. Onun yanında, hə. Piyanist kinosunda bir dənə səhnə var. Polşada olur o. Bomba atırlar, belə bomba partlayır nazilərin. Qaçır, amma adamlar partizanlar çıxır belə güllələyir nasistlərin maşını. O küçüyə oxşamır bu küçə. Bütün Avropa küçələri belədir, amma çox oxşadım. Elə o səhnə ağlıma gəldi də buradan. Xoşum gəldi. Qəşəng şəhərdir. Doğrudan yaşamaq olar. Ümumiyyətlə muzey turu necə idi? Bir dənə indi tam dəqiq dinən. Kilsə və muzey ikisi bir yerdə. Fikrim odur ki, şəhər məsum dillərinə əsasən, qısa özetlə əsasən əlbəttə ki, şəhər formalaşmağında dilim dolaşdı. Aha. Universitet rolu çox böyükdür. Aha. Mənə görə məncə Alman ənənələrindən qalma bir şeydir ki, Almanlardandır, hə, Alman. bu da önəm verilir. Amma yəni universitet elə muzeyin olmağı məncə tələbələr üçün də bir Mən oxumaq istədim valla bu ildən sonra. Gələn ildən oxuyacağam. Çünki bu il interaktiv muzeydir bu arada. Çox yaxşı muzey. Məncə olmalı. Hər bir tarixi muzeyin belə bir şey olmalı. Mən həvəsləndim məsələn oxumağa. Yəni bu muzeyin rolu, əhəmiyyəti var da bu. Hiss olunur ki, şəhərə çox böyük təsir olub. Dəhşət, hə. Gedək. Davam edək. Yol. Bazilika. Daha bir kilsə. Vroslavın ən önəmli yeri. Bu da yanındakı iki dənə qardaş kilsə. Orada gedəcəyik. Bura amma Elizabet Bazilikası. Bu bazilikanın Çin dilində yaz. Çin dili Morze əlifbası. Morze olmayan, kar kör olmayanlar neynəsin? Daha bir heykəl. Aha. Vroslavın simvollarıdır da bu kiçik kommunist heykəlləri. Bilirsən bunlar niyə görə qurublar? Polşa SSR dönəminə girəndə bax fikir verin, bu heykəllərin hamısını göstərəcəm gələcəkdə. Hamısı işləyən adamlardır. Ağır şərtlərdə işləyən adamlardır. İnsanlar etiraz etmək üçün bu heykəlləri düzəldir və şəhərin müxtəlif yerlərinə qoyurdular. Protesto üçün. Və bəzi heykəllərin yerləri hələ də bilinmir. Yəni meşədə gedirsən bilirsən ayaqlar necə ilişdi, yıxıldı. Yəni o sırf etiraz üçün və gizli yerlər. Yəni həm şəhər mərkəzində olmadı. Bunlar sonradan quraşdırılanlardır. Və veteran yazılıb üstünə. Bunlar sonradan quraşdırılanlar. O vaxt Necə etiraz edir? Nəyə etiraz edir? İşləyən adamlar bax hamısı işləyir də bunların. İşləyir. Yəni işləyən adamlar əziyyətini göstərirlər. Protest, simvolik protesto idi. Və şəhərin hər yerində var bunlardan. Real olanlarını tapmaq çətindir. Onlar meşədə zətdə bəlkə hadisə görərsən. Amma çoxsunu götürüblər şey. Belə. Bu da maraqlı hekayə. Bazilikanın düz yanında Hansel'lə Gretel'in əkiz qardaşların bəlkə də evli adamlardır, bilmirəm. Əkiz binalar. Uşaqlar əylənir, həyatın çətinliklərini elə başa düşmürlər. Nəysə, niyə bu söhbət soxmuram? İndi gedirik əkiz binalara, Çingizlə. Chłopaku, ulubione serce, jak ja ciebie nie widzę, robić mi się nie chce. Chłopaku, ulubione serce, jak ja ciebie nie widzę, robić mi się nie chce. Mən gəlmişik piroq yeyirik. Kompot, salat. Piroqini mən mağazin piroqisi yemişəm, ancaq heç yoxlamamışam. Yine yok şey biraz. Ama oturuyorum da kızım. Onun üstündən neçə? Salata, kompota və buna. Yani Simitandan da ye. Mən çox bəyəndim bu arada. İlk dəfədir belə yeyirəm, çünki həmişə mağazinə alırdım. Simitanla... Bayaq nə dedim? Pirmoni. O haranın yeməkdir? Aha, onu neçə verirsən? Məncə 8-5'i... Ona böyle 8 yani. İndi də ikinci milli yeməyimiz olan şabovi, püre ilə. Çingiz fikirlər valla. Bu millətlər ümumiyyətlə püreyə çox bombaz olurlar. Deyəsən süd qatırlar, yaxud başqa şey qatırlar, süd məhsulundan birini qatırlar.
Söhbət Mərkəzi Avropadan gedir də. Yəni söhbət Slavyan millətlərindən gedir. Aha. Ukrayna, Polyak və Rus. Aha. Fakat Türey'nin bu adama bazarlar. Kartofla bağlı varsa bazarlar. Ama toyuq barəsində söz deyə bilmirəm. Ona Avstriyalara verir. Avstriyalar yaxşı. Yaxşı. Çingiz Vrosa çox bəyəndi. Bəli. 10 üzərindən 7-5, 8-ə Aha. da gedə bilər. Hələ ki tam gəzməyib, gəlsin tam. Budapeştdən amma daha yaxşı görür buranı. Yox, hələ bir şey də deyil. İndi Jadvi gedək. Vətən Bakıdır. İkisi də vətəndir. Yaxşı Çingiz, yaxşı. İndi Jadvi gedək. Birazdan tapsaq Qandol turuna çıxacağıq və Milli Muzeyi gəzəcəyik. Planda o var. Gəldik Çingiz bəylə İncəsənət Muzeyinə. Bu İncəsənət Muzeyinin çox qəşəng bir xüsusiyyəti var. Hər mövsüm bir rəng olur. Çünki üstündə ağaclarla örtülü, yarpaqlarla. Məsələn, payızda narıncı sarı, yazda, yayda yaşıl, qışda ümumiyyətlə yarpaqlar töküldüyündə qara. Çox qəşəng binası var. İndi içinə də girəcəyik. Bu bina mənim üçün ən əziz, ən doğma, ən gözəl Polşa binasıdır. Yəni Parisdə Eyfeldirsə, Vroslavda Milli Muzeydir. Necə fikirləşsən Çingiz? Səncə də ən qəşəng bura deyil? Buradır. Yəni məncə Vroslavın ən qəşəng binası. Baxın, görünüşü zad, hər şeylə gözəl binadır. İçində heç olmamışam. Bilet 20 zlot olmalıdır və bazar günü işləyir. Bir dənə birinci, ikinci gün işləmir bu bina. Arxasında da gözəl bir park var. Bu arada Vroslav parkları ilə də məşhurdur. Məlumat üçün qeyd eləyək. Burada yəni rahat bir 10 dənə park var, görməli, gəzməli. Belə. Budapeştdən daha yaxşıdır məncə. Elə fikirləşirəm. Girə-girə binanın içində nələr var, görək muzeydə nə tapırıq. Gördüyünüz muzeyin düz yanında Lower Silesia bələdiyyəsi var. Bələdiyyə də Vroslavın gözəl binalarından biri sayıla bilər və çox böyük binadır. Muzeyə gedirik. Biz tam bilet aldıq. Tam bilet tələbələr üçün 25 zlot oldu. Və bu da bizə belə bilet belə verildi. Xəritə ilə bir yerdə. Deməli, Bizim qonağı. aha, verilişimizin qonağı Çingiz bəylə gəzdik muzeyi 3 mərtəbədən ibarətdir. Kültürləndik. İndi də axşam da Stanley Kubrick'in hansısa kinosunu izləyəcəyik. Hə, necə idi Çingiz bəy? Necə idi? Bəyəndiniz, bəyənmədiniz? Bəyəndim. Muzey yaxşı muzeydir. Aha. Ya Budapeştdə belə şey yoxdur. Bəlli oldu o. Çünki çox belə təcrübli gəzirdi. Budapeşt mərkəzdə falan Paris sayılır. Ha, o kim sayırsa. Yəni Viyana azadı qalıb, Paris. Hə, Budapeşt sayılır da. Hə. Duyarsanız nasıl? Yəni o kim sayır bilmirəm amma nə bilim yəni. Aha. Sen Budapeşt'in adresinde değilsen ama bu müzeyde biz objektif fikrimizi bildiririk. Məsuliyyətli fərqli olaraq. Qəşəng muzeydir. Bir Polşanın 4-cü şəhəri üçün yaxşı muzeydir. 4-cü şəhər üçün hə. Aha. Yəni Polşanın 4-cü şəhəri Budapeştdən böyüdüsə, yəni Macaristan ən bomba şəhərindən. Aha. Bu arada, hə. Aha, aha. Amma yəni yaxşı muzeydir. Polşa regional neydi buranın yanılmazsa? Lower Silesia bölgəsi. Lower Silesia bölgəsi haqqında məlumatlandıq. Aha. Səmərli Ən xoşladığın eksponat hansı oldu? Bir dənə onun zəhmət olmasa bizə bildir. Yazı burada var.
Ən bəyəndiyin eksponat. Bir bu o Tabut. bu itilib sonra Aha. tapılan tabutda mı? Tabut o bildirdiğimiz. Şəkildə qoyarsan yəni. Aha, bu videosunu çəkmişəm qoyacağam. Aha. Bir de burada əsərlərdən biri var idi. Görüm YouTube'da göstərir yoxsa yox. Ha. Girişdə bu Hə, əsər çox Viyana, aşağıda değil mi? Varşavanın fəthi deyək də. Yəni xoşladığım bunlar oldu da. Mənim xoşluğum bunlar oldu. Aha. Sənin? Bu da peşdə sənə deyərəm. Hansı Buna xoşuma bir gəlir? sən gəlməsən. Yox, gələcəm. Bu da 5-də yenə gedəcəm. 3 dəfə getmişəm, bəyənməmişəm, amma Artist ölçüsündə də beğendim. atalar 4-dən deyir, bəlkə 4-də görək də. Avrupa en güzel şəhərlərindən biri. Bu hissəsini kəsəcəm 100%. Nəysə.